Well, deməli Docker bir dənə platformadır ki, bizə appimizi develop etmək üçün və run etmək üçün kömək edir. Deməli Dockerdə nə var? Konteyner var. Konteynerlər nəyə kömək edir? Konteynerlər kömək edir ki, deməli Deməli Docker appimizi run etmək üçün və develop etmək üçün bir dənə platformdur. Docker'in deməli konteynerləri var, image var, registry var və Docker konteyner nədir? Isolate olmuş bir environmentdir, hansı ki özünə lazım olan bütün library'ləri, dependency'ləri, package'ləri var və app run olursa, bu konteynerdə run olur və bu konteynerin içərisində lazım olan hər şey də image-dən gəlir. Image bir dənə blueprintdir, class kimi bir şey. İçərisində nələri istifadə edəcək, bütün məlumatlar var və biz image run edəndə o gedir konteyner yaradır. Və bu imagelerin hamısını da hardan götürür? Registry'dən götürür. Registry'də imagelerin store olunduğu bir dənə yerdir. Public olan da Docker Hub'dır və default olaraq biz hər hansı bir registry'ni qeyd etməsək, gedib Docker Hub'dan gətirəcək. Qeyd etsək də, hər an qeyd etmişiksə oradan gətirəcək. Belə. Okay. Bildik, yəni. Belə. İndi bir dənə app işləyə bilərik. Bəlkə bir şeylər işləyək görək Docker. GPT-dən istəyək. GPT bizə necə kömək edəcək ki, app üzərindən bunu başa düşə bilək. Deməli. Deməli. Burada bizim çoxlu Simple Breast API-larımız var idi. Məsələn, hansını götürək? Görün, burada nə var? Bu nədir? Okay. Elə bu app'i istifadə edək, bunun üzərindən gedək. Well. Belə bir app'imiz var. Burada gəlin gedək, invent clean package deyək. This is pure Java, no Docker. Hələ ki heç bir Docker'imiz yoxdur. Nə deyir? Harada? Ay, belə bir şey eləmişəm, bunu götürək.
Clear. Əla. Package-ləri şeyləsin. Cool. Sonra deyir Dockerfile yarat. Dockerfile yaradaq. Burada da base image. Image'imizin adı nədir? Belə bir şeydir. Work directory inside the image. App. Target. Bizdə amma target deyil. Bizdə target nədədir bu baxırıq. Target və lesson 13 nəsə belə bir şey. Biz onu bu lesson 13 falan bundan əvəz edəcəyik. Dockerfile yaradırıq. Dockerfile image. You add a Dockerfile. Gəlin Dockerfile əlavə edək. Dockerfile'ı bura əlavə edirdik də, düzdür. File. Dockerfile. Belə bir şey əlavə edirdik. Belə bir şey əlavə edirik. Bunu götürək, yapışdıraq. Okay, bu target to do deyil, bunun adını götürürük. Deməli. Copy. File name. Götürdük. Sonra nə deyir? Dockerfile. Copy jar into image. Bizim bizim kodumuz. Okay, biz kodumuzu nə edirik? Build edirik. Kodumuzu build edib bir dənə jar faylı yaradırıq. Daha sonra bu jar faylını gətirib bu çəkib gətirdiyimiz image copy edirik. Eləmi? Düzmü başa düşdüm? Let's see. What is happening here? If I am wrong, correct me. I am pulling an image called belə bir şey. Image called belə bir şey. And then adding my file to this image. Buradan ne baş verir? Yes, you are pulling a base image and layering your app on top of it. But Docker does more than just add your jar. Deməli, neyir? From Eclipse falan bunu deyəndə Docker builds the image. It first check locally if you already have Eclipse belə bir şey. If you don't, Docker daemon will pull it from Docker Hub. This base image deməli contains a minimal Alpine Linux operating system, Java 21, some security patches and folder structure. Most important part, this line creates the first layer of your image, and every next instruction adds a new layer on top of it. Okay, bu gedir operating system, Java 21, bəzi security və folder structure bunları götürür gəlir. Sonra nə edir? Mənim yazdıqlarımın hamısında bu image'in üzərinə əlavə edir. Work directory app deyəndə this creates and sets the current working directory inside the image to app. All future commands will use app as a current folder. Okay, bunların hamısını gedir app folder'ın altına əlavə edir. Yes, setting work directory also creates a layer. Copy target deyəndə də your machine's file target jar file is copied into image. App jar. This becomes another immutable layer. Okay. Gedib bura əlavə edir app jar. Təzə bir layer'a əlavə edir. Okay.
So image look like. Birinci layer'da mənim image'im var. Linux, Java filan pull edib gətirdiyim. İkinci layer'da working directory, hansı ki bu app, bu var. Üçüncü layer'da da mənim jar faylım var. Bu targetin içərisinə kopya elədiyim. Entry pointlər də nədir? This sets default command that will run when someone does docker run your image. Java jar. Hə. Biz normalda jar faylını necə run edirdik? Java jar, sonra da targetdəki jar faylının adı elə run edirdik. Bu da deyir ki, docker run your image deyəndə git belə bir şeylə. Java jar və app jardakı olanı götür run elə. Onu demək istəyir. Hə. Elə mi deyir? Hə. Daemon da bunu execute edəcək. Docker client bunu execute edəndə docker run your image, daemon da gedib belə bir şey execute edəcək. Inside the container file system, inside a Linux environment isolated from your operating system. Layer added, yes. Metadata about container start command is stored as a layer. Bunun hər biri bir layer deməkdir. Okay. Deməli, bizdə hazırda 4 dənə layer var. Cool. Entry point bir dənə layer, copy bir dənə layer, work directory bir dənə layer və base image bir dənə layer. Hər biri ayrı bir layerdir. Okay. Deməli, biz docker faylın nə etdiyini başa düşdük. Okay. Docker faylımızın nə etdiyini başa düşdük. Və nə edirik? Now you build an image. İndi Docker CLI sends build request to Docker daemon and Docker daemon reads Docker file create layers system. Biz deməli Docker build tip nəsə bu jar faylımızı deyəcəyik. Belə olan halda da Docker CLI Docker daemona göndərəcək requesti. Daemon da gedib bizim bu Docker faylımızı oxuyub buradan layered bir dənə image yaradacaq. Bu bizim deməli image'imizə target folderındakı jar faylımızın adını verəcək. Image'imizin adı budur. Okay. Okay, gəl onda bir dənə image bunu yaradaq. Docker build və gəl bunun adı. Bizdə lesson belə bir şeydir. Belə bir şey. Nə deyir? Cannot connect to Docker daemon. Docker'imize şöyle Docker açaq. Okay, Docker var. Şimdi bunu eləyirik. Nə deyir? Repository name must be lowercase. Bu snapshot sözünü deyir. Okay. 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 Bizim deməli image'imiz Docker fayldan oxuyub image'imizi yaradır. Baxaq indi bizim image'imiz hardadır? Docker. Hara getdi? Okay. Image. Okay, gördüyünüz kimi bizim image'imiz yarandı. Biz nə vaxt ki run desək, nə vaxt run desək, burada da layer'larımız var. Görürsünüz, əla. Layer'ımız nədir? Belə bir layer əlavə eləyib, Java-nı əlavə eləyib, pass set eləyib, öz operating sistemi ilə, öz operating sistemi, Java, onu əlavə edib set edib pass. Ümid edirəm, düz bilirəm. Mən elə başa düşürəm. Java versiyamız var.
Sonra da bir gəlib burada bizimkilər. Working directory, copy targetdəkini və entry point jar. Java app.jar. Bu bizim layer'larımız. Okay. Image'imizin içindəki layer'larımız. Gördük. İndi konteynerə baxır. Konteynerdə heç nəyim yoxdur. Run vəziyyətində olan heç nə yoxdur. Bu mənim köhnə yaratdığım bir şeydir bu heç. Postgre'dir. İndi mən gəlib görək run deyəcəm. Run deyəndə bu mənim üçün bir dənə konteyner yaradacaq. Deməli, now you want to run the app. Docker run belə bir şey. Port hansı port? Name to the API və hansı image run eləyəcəmsə onu deyir. Burada da nə deyir? Deyir ki, create a container, set up deməli network namespace, portumuzu 80-80'ə set eləyir və biz run deyəndə də bu gedir, arxada demişdik axı belə bir şey, entry. Run deyəndə də gəlib bu Java jar, bizim jar faylımızı run eləyəcək. Okay, gəlin indi bunu şey eləyək. Burası bir dənə bunu baxsaydıq. You can run multiple containers for the same image. 80-81 desək bu gedib iki dənə portda, iki fərqli portda eyni image'in iki dənə fərqli deməli instansını yaradacaq. Fərqli konteynerlər olacaq. Okay, bunu baxaq. Docker run məsələn portumuz 80-80'ə adını qoyaq gəlin nə? Adı nədir bizdə? Burada nədir? Lesson 13 deyək biz. Lesson 13 adını da qoyuruq. Bizdə bunun adı nədir? Burada nə qoymuşuq? Lesson 13 belə bir şey. Okay. Görək bu da elədirmi? Hə. Nə deyir? Hə. To the API. Okay. Deməli indirik deyirik ki, bu hissə sizdə görünürmü? Deyirik Docker run detached mode port 80-80. Well, bunu bir balaca yuxarı qaldıraq. Detached mode port 80-80'də adını lesson 13 qoy konteynerin və bu image-dən run elə konteynerimi. Well, run edirik. Aha, konteynerimiz hazırdır. Gəlir indi, okay, imagimizin konteynerına baxırıq. Əla, lesson 13 adında bir dənə konteynerimiz var. Well. Hə. Başlamaya baxaq. Hə. Well, bizim deməli konteynerimiz bu şəkildə görünür. Yəni bunu GPT-dən soruşaq ki, mən run deyəndə mənim konteynerim run vəziyyətində olmalı deyildi. Niyə belə görünür? Okay. I run this command and got container. But container is not in running state. What is wrong? Right? What is wrong? Process inside container starts, then exists. So container exists too. In Docker desktop, you see no container are running, but
The list shows lesson 13 with yani 22 saniye evvel başlayıp then stopped quickly. Container lifetime of P1. Okay. If Java jar crashes or finish, the container stop. Run those in your terminal. Systats of böyle bir şey. He, 2 dakika evvel başlayıp sonra da exit olub. Ha, loglarına da baxaq. Hə, böyük ehtimal yapacaq problem. Okay. Nə deyir? Hə. Hə, çünki burada şey də var axı. MySQL zad da var, yəqin ona görə. Okay. İndi deyəcək MySQL də əlavə elə. Okay. Okay. Because my application has a MySQL connection and my Docker file is like that, logs shows that it cannot connect to MySQL. Və nə deyir? Deyir ki inside the container, localhost is the container itself, not your host machine. So your application properties has something like that. That will never reach MySQL running on your Mac. Let's fix that. Okay. Internal belə bir şey desək. Run your app container on the same network. Can I do this in my app using Docker Compose? Yeah, Docker Compose. Docker faylımız olduğu kimi qalır. Bir dənə Docker Compose yaradırıq. Docker Compose YAML. Nə deyir? Database belə bir şey. Environment, lesson, user, lesson path, root path. Portumuzu koyur. If you want to connect from host. Volumes, belə bir şey. App üçündə ayrıca bir deməli container yaradır. Lesson 13 app. Və bu depends on belə bir şey. Okay. Bunu da update şey edə bilərik. 80. DB service runs MySQL in a container. MySQL bir dənə containerdə run olur. App service builds your Spring Boot app image from local Docker file. Spring data source URL use DB as a host name
Belə bir şey. Spring Data Source URL. DB. DB budur. DB bu servisdir. Bu servis istifadə. Bu servisin 3306-cı portu. Okay. DB bu servis. Because Docker Compose put both services on the same network and provide DNS. Okay, mənim iki servisimdə, DB servisimdə, app servisimdə eyni networkdadır. You do not need localhost or Docker or host Docker internal anymore. Adjust Spring Config. Spring configimi də bu şəkildə dəyişirəm. Çünki mən burada Spring Data Source URL, username, password belə bir şey istifadə edirəm. Bunları gəlirəm buradan indirəm. Comment out. Və gəlirəm bura belə bir şey deyirəm. Okay, hansı ki Docker Compose'un içərisindəkilərdir. Run everything with one command. İndi gəlib compose up build deyəcəyik. Clean eləyək. Well, bəs nə deyir? Nə deyir? Testlərsiz run edəcək, onda qaydasında olacaq. Testlərdə problem yaradır. Lazım deyil və testlərə. Yox, ciddi bir şeydir olur. Target bir dənə silək. Well. İndi qaydasındadır. Testləri keçirik, onlar keçəndə düzgün olur. Burada gedir image pull edir. Pull elədiyi bir dənə image var, o da DB'dir. Burada DB servisi yaradır, pull edir imageləri. O da bir dənə MySQL gətirir də. Image, MySQL 8, belə bir şey. MySQL 8 gətirir. MySQL 8'i gətirəndən sonra nə deyir? Ports are not available. So, gəl portu dəyişək. Portu dəyişək nə edəyək? 36, gəl bunu 8 edəyək. Burada da 8 edəyək. Okay. Maven clean package deyək. Bunda böyle bir şey deyək. Nə deyir? So, bunu yox, o birini mi dəyişməliyəm? Oldu. Bunu dəyişməliyəm. Okay. MySQL getdi. Normal. Əla. Nə güzel. App'də problem var. Burada problem var. Nə diye problem?
Gələk ki, port is not available. Necə dəyişək? Mən ümumiyyətlə port hissəsini başa düşmürəm. Məsələn, mən bunun hansını götürürəm, hansını dəyişirəm? You only need MySQL inside Docker, not from your Mac. Then delete ports'u silirik. Because inside Docker Compose Network, the host name is belə bir şey. But you cannot connect with MySQL Workbench from your Mac. Option 2, map MySQL to a different host port. Okay, Deməli, mənim Mac-imdə 3307. Bu mənim Mac-im deməkdir. Mənim Mac-imdə 3307, bu da 3306 inside container. Aha. Orada da 3306 saxlayıram. Prosto bu mənim deməli, Mac-imdəki portu Docker-dəkinə map eləyir. Ya da remove port host port mapping completely. Və geçsin Docker-dəkini istifadə etsin. Oradakini silsin, bu ümumiyyətlə mənim lokalımdakini heç nəyə map eləməyəcək və Docker-dəkini istifadə edəcək. Yəni, nə eləyək? Bizə lazım deyil. Ücə container run vəziyyətindədir. So, bunu bir dənə dayandıraq. Okay, dayandırırıq. Baxırıq, burada da dayandı. Amma bunun içərisində MySQL və mənim appim var. Bunun içərisində heç nə yoxdur. Ona görə bu başlayan kimi söndü. Bunu bir dənə silək. Delete. Bu qalsın. Image-lərə gəlirik. Okay, bunu silmək lazımdır, Bunu silirəm, Məsələn, burada da bax 13 app bunu yaratdı. Okay, nə edirik? Belə bir şey deyirik. Yox, öncə bunu bir dənə belə comment out. Portsa da comment out. Clear. Cool. İndi build eləyirik. İndi hər şey problemsiz, normal run olmalıdır. Heç bir error çıxmamalıdır. Əla, error zad yoxdur. Əla, şükür. Hər şey qəşəng işləyir. Problemlərimizi aradan qaldırdıq. Bizdə problemlər nə idi? Birinci problem o idi ki, biz ümumiyyətlə MySQL-i bura eləməmişdik. Pull eləməmişdik. Yox idi bizdə. Ona görə connect edə bilmirdi, bizə error verdi. Biz onun yerinə getdik, gətirdik, belə Docker Compose faylı yaratdıq. Bu Docker Compose faylı neynədir? Gəldi, 2 dənə servis yaratdı eyni network'ün içərisində. Və bu biri oldu bizim DB-miz, hansı ki MySQL-dir. MySQL image-ini gedir, pull eləyir, gətirir və lesson 13 MySQL adlı bir dənə konteyner yaradır. Konteynerimize gəlirik, baxırıq burada. Lesson 13 MySQL adlı bir dənə konteyner yaratdı. Okay. Və biz gəldik bu yaratdığımız Lesson 13 MySQL konteynerini gəlirik Lesson 13 app konteynerin içərisində istifadə edir. Baxın, Lesson 13 app konteyner. Bu ikisi bir-birindən asılıdır və ikisi eyni network'ün içərisindədir. Belə yazdığımız üçün eyni network qeyd etməyimizə ehtiyac yoxdur. Gəldik, burada da appimiz deyirik ki, appimiz bizim DB-mizdən dependdir. Və burada da gəlib deyirik ki, sən get MySQL DB 3306-ya connect dinlə. Yəni, elə bizim Docker'imizin içərisindəki bu 3306 portuna. Burada gəlib hər şey qeyd edilmişik. Əvvəlcə belə bir şey eləyirdik. Bizim deməli lokalımızdakı, bu bizim lokalımızdır. Lokalımızdakini Docker'dəki buna map eləyirdik. Amma indi ona ehtiyac yoxdur. Birbaşa dedik ki, Docker dedim. Heç lokalı qatıb qarışdırma. Ona görə bunu comment out elədik və run elədik. Normal. Əvvəlcə MVN Maven clean install elədik. Sonra da build elədik. Və hər şey əla, run oldu. İndi gəlin gedək lokal hosta. İndi prosto mən o lokal 80-80'ə gedə bilmirəm.
Gedə bilirəmmi yoxsa? Gedirəm, əla, açılır. Qəşəng işləyir.